vaxtlar Dendi adlı inadkar və qürurlu bir çəyirtkə vardı. Hələ kiçik ikən, o, digər çəyirtkələrlə tullanmağı öyrənərkən, həmişə ən yüksəyə sıçramağa can atırdı. Müəllimi dedi, Dendi, təkcə böyük deyil, həm də kiçik sıçramaları öyrənməlisən. Dendi cavab verdi, xeyr, mən hamı kimi deyiləm. Mən qeyri-adi bir çəyirtkələm, yalnız böyük sıçramaları sevirəm. Beləcə, Dendi heç vaxt kiçik sıçrayışlar etməyi öyrənmədi. Bir gün o tullanmaq üçün evindən çıxdı və yolda Olivia adlı bir ilbizlə tanış oldu. Dendi soruşdu, bu yavaş hərəkətli həyatdan bezmirsən, bütün günü evini belində daşıyırsan. Olivia gülümsədi və dedi, nə danışırsan? Sürünməyi sevirəm. İlbiz olmaqdan zövq alıram, xüsusən yağış yağanda. Evim rahat və qurudur. Ən əsası, heç vaxt evə gecikmirəm. Çünki evim həmişə yanımdadır. Ümid edirəm, nə demək istədiyimi başa düşürsən? Dendi qışıldadı. Yaxşı, bu zövq məsələsidir. Zövqlə bağlı mübahisə etmirlər. Və o, göyə böyük sıçrayış edib, özündən razı halda uzaqlaşdı. Dendi həqiqətən əla tullanan idi. Bütün çəyirtkələr yaxşı tullanırlar. Amma təkcə Dendi 30 sm hündürlüyə sıçraya bilirdi. Özü də bədənindən 10 dəfə uca. Lakin bir çatışmazlıq vardı. Kiçik sıçrayışlar onda alınmırdı. 15 sm, hətta 10 sm-də. Nahar vaxtı yaxınlaşırdı və Dendi evə tələsirdi. Artıq evə cəmi 10 sm qalmışdı. Amma nə qədər tullansa da, hər dəfə evinin üstündən keçib uzağa düşürdü. Çünki o, kiçik sıçrayış edə bilmirdi. Dendi bezdi, əsəbləşdi. Elə həmin anda xoşbəxtlik baş verdi. Belində ev daşıyan Olivia göründü. Olivia dedi, görürsən Dendi, ilbizlərin də qürur duyacağı bir şeyi var. Heç bir çətinlik çəkmədən evinə girə bilir. Sonra mehribanlıqla təklif etdi. Otur belimə, səni evə aparım. Dendi sevindi. Təklifi məmnunluqla qəbul etdi və ilbiz onu sakit-sakit sürüyüb evinə apardı. Təşəkkür edirəm, Olivia, dedi Dendi. Artıq başa düşdüm ki, böyük sıçrayışlardan da vacib kiçik sıçrayışlar var. Əgər bu hekayəni bəyəndinsə, videonu bəyənməyi və kanalımıza abunə olmağı unutma. Yeni nağıllarda görüşənədək, sağ olun uşaqlar.